Səncə uğurlu olmaq üçün yalnız heç kim istehsal etmədiyi bir məhsulu istehsal eləməlisən? Yoxsa bazarda artıq olan, amma orta rəqabətli bir məhsulu düzəltdikdə də uğur qazana bilərsən? Gəlin bu sualı birlikdə açıq danışaq. Əgər sən tam fərqli, heç kimdə olmayan bir məhsulu düzəldirsənsə, bu böyük, çox böyük üstünlükdür. Amma bunun riski də çox böyükdür. Çünki insanlar yeni məhsula ilk baxışda inanmaya bilər. Sən təkcə istehsal yox, həm də bazarı tərbiyə etməli olacaqsan. İzah etməlisən ki, bu məhsul niyə lazımdır və onların həyatını necə dəyişəcək. Bu isə zaman və böyük marketinq büdcəsi tələb edir. İndi keçək ikinci yola. Bazarda artıq var olan bir məhsula. Burada isə insanlar artıq ehtiyaclarını bilirlər. Sadəcə seçim edirlər. Kimdən alsınlar? Sən belə bir bazarda uğur qazanmaq istəyirsənsə, 3 şeyi doğru etməlisən. Birincisi, məhsulun keyfiyyəti. İkincisi, qiymət siyasəti. Üçüncüsü, müştəri ilə münasibət. Məhsulun keyfiyyəti rəqiblərdən daha yaxşı və ən azından eyni olmalıdır. Daha yaxşı olsa daha yaxşı olar. Qiymət ya daha sərfəli olmalı, ya da dəyərinə görə haqlı olmalıdır. Müştəri ilə qurduğun münasibət isə sənə uzun müddətli uğur gətirəcək. Çünki insanlar məhsul alır, amma xidmətə aşiq olur. Deməli, sadə dildə sən bazarda olan orta rəqabətli bir məhsulu da uğurlu sata bilərsən. Sadəcə ağıllı, daha diqqətli və müştəri mərkəzli, müştəri yönümlü olmalısan. İstəsən daha sonra yeni məhsullar da əlavə edə bilərsən öz xəttinə. Amma ilkin mərhələdə sadəcə fərqli olmaq üçün özünü riskə atmağa ehtiyac yoxdur. Əsas məsələ problemə doğru həll təklif etmək və müştəri sevgisini qazanmaqdır. Burada dostlar bir əlavə edərək sizə deyim ki, mən bu taktikanı, yəni bazarda artıq var olan orta rəqabətli məhsulu seçərək Amerika bazarında misal üçün ona o qədər yeniliklər, dəyişikliklər, müştəri rəylərinə görə analizlər edib onu təkmilləşdirib bazara çıxartmışam ki, o bazarda ən ideal olub və bazardakı ən bahalı maldan minimum 50% baha satmaqla onlardan da ən az 2 dəfə çox satmışam həmin məhsulu. Yəni bu yanaşma hər zaman işləyir, hər yerdə işləyir. Ola bilər qiymət hər ölkəyə görə dəyişə bilər, amma məhsulun satışları əgər rəqiblərdən fərqlənirsə məhsul mütləq